Herkese salam. Şükürlər olsun ki, bu videonu yükləmək mənə nəsib oldu. Sizinlə qızımın otağını bölüşmək istəyirəm. Bu videonu əslində qızım olmamışdan öncə çəkmişdim. Lakin hələ indi montaj edib paylaşmaq vaxtım olub. Artıq qızım 4-cü ayın içindədir. Qızımın otağındakı bütün detallar, mebellər tam mənim ürəyimcə oldu. Tam istədiyim elə bu idi. Xəyalımdakı, arzuladığım otaq elə bu idi. Yeni ana olacaq xanımlar bu videonu izləyəcəyinə görə onların köməyim dəysin deyə nəyi hardan, təqribən neçəyə almışam onu deyəcəm. Bu çılçırağı TikTokda bir səhifədə görmüşdüm. Oradan almışam. İstəyən olsa mənə yazar, səhifəni deyərəm. Mən istədiyim kimi belə geniş dolab, içərisi işıqlı, üzəri şüşəli hazır bir variant yox idi. Ona görə də həm bu dolabı, həm də bu bələmə masasını mən yığdırdım. İndi güvənli şirkət tapmaq çox çətindir. Xüsusən də əgər mebeli yığdıracaqsınızsa, insanı həqiqətən çox yorurlar. Mən bu bələmə masasını və geniş dolabı Instagramda Tenero Mebel səhifəsindən yığdırdım. Təqribən 25 günə falan hazır oldu. Bu bələmə masasını artıq 3 aydan çoxdur istifadə edirəm. Çox funksionaldır, rahatdır. Ölçüləri 150-nin 60-adır, hündürlüyü isə 90-dır. Qiyməti isə 590 manatdır. Digər böyük geniş dolab isə uzunluğu 3 metr yarımdır, hündürlüyü isə 2,70-dir. Onun da qiyməti 1790 manat idi. Bu dolabın üzərindən yığdığım baxım məhsullarının aksesuarlarını Temudan sifariş etmişəm. Məncə çox gözəldir və rahatdır. Baxım məhsulları isə Chico'dan seçdim. İstifadə etdiyimə görə tam rahatlıqla sizə tövsiyə edə bilərəm. Həqiqətən də məhsulları təmiz tərkiblidir və mənim qızımda heç bir allergik reaksiya və yaxud da qızartı falan heç nə yaratmadı. Bu çərçivəni və bu kubikləri də Temudan sifariş etmişəm. Bundan əlavə olaraq isə otağına bir kamera aldım. Xiaomi'nin modelidir. Ümumiyyətlə bu firmanın bütün məhsulları çox gözəldir. Bu ilk sürmədə mən bu alt açma örtüklərini, pampersləri yerləşdirmişəm. Burada bir sıra pampers 0 ölçüdür, bir sıra isə 1 ölçüdür. Amma sonradan demək olar ki 0 ölçü çox istifadə etdik. Belə bir yaş salfet almışdıq Rossmanndan. O da onun qabıdır. Hər dəfə yaş salfet qabının içərisinə qoyuram. Çox rahat olur istifadəsi. İkinci sürməyə isə belə baxım məhsullarını bu butulka yuyandan sonra butulkaları qoymaq üçün olan quruducudur. Bunu da Temudan almışam. Yəni qiymətləri çox da wow bir şey deyil, münasib qiymətlidir. Siz də Temuda axtarış edib ala bilərsiniz. Bunlar hələ ki belə qutulardadır. Çünki bu videonu qızım olmamışdan öncə çəkmişdim. Xonça üçün bunları açmamışdım ki, xonçada belə bağlı formada qoyulacaqdı. İndi isə hamısı açıq variantdadır. Bu süngərdir, bədəni yumaq üçün. 10 manata almışdım. Roxy Kids firması deyəsən belə olmalıdır. O da pudra vurmaq üçündür. Bunu hələ də istifadə etməmişəm. Bilmirəm. Bunu elə bilirəm ki, istifadə eləsəm dırnaqları forması pozula bilər. Bu arada qızım bu əmziyi heç götürmədi. Nə bu əmziyi heç götürmədi. Bunu yenə doğulanda bir gün falan istifadə elədi. Amma sonradan heç götürmədi. Bunu da heç götürmədi. Yəni bütün əmziklərin hamısını yoxladım. Axırda getdik aptekdə 4 manatlıq bir dənə əmzik aldıq. Onu rahatlıqla götürdü. Xırda-xuruş şeyləri Temudan almışam. Bundan öncəki alış-veriş videolarımdan maraqlanıb baxa bilərsiniz. Bu da Chico'nun burun təmizləmə aparatıdır. Bu da onun belə sularıdır. Mən bu sulardan, yəni bu natri xlor deyirlər, səhv etmirəmsə, belə balaca axtarırdım. Onu hələ ki təzə tapdım. Çünki bunlar bitmişdi. Bundan sonra da mən adi belə damcı alırdım 30 ml formasında. Amma bunlar daha rahatdır. Hər hansı gedəndə falan və bunu istifadə etmək daha rahatdır digər 30 ml-lərə baxandan. Yəni ondan tapmışam aptekdən. Kim istəsə mənə yazar, mən ataram sizə. Hardasa içində 50 dənə olan 25-27 manat belə. Bu üçüncü sürməyə isə bura belə böyük ağız dəsmalları, balaca ağız dəsmalları,
Bu arada bu ağız dəsmalları çox istifadə olunur. Yəni bir paçkada 10 dənə varsa əgər 5-6 paçka minimum almağınızı məsləhət görürəm. Burada corablarını yerləşdirmişəm. Burada isə əlcəkləri var. Altında isə kalqotkaları var. Dördüncü sürməyə isə özümlə bağlı məhsulları yerləşdirmişəm. Bunların hamısı süd vermə ilə əlaqəli olan məhsullardır. Sinə pedləri, süd saxlama torbası, süd sağan aparat. Bunları da Temudan sifariş eləmişəm. Bunları əvvəldən alıb qoymağınız çox yaxşıdır. Çünki buradan almalı olsanız, burada hər biri çox yüksək qiymətədir və yaxşı firma burada Lansinodur. Amma oradan daha münasib qiymətə ala bilərsiniz. Bunları yəqin ki, bilənlər bilir nə üçündür, ona görə çox da detal vermirəm. Buradakı bu çubuqlar isə uşağın ağzını təmizləmək üçündür, dilini falan təmizləmək üçündür. Bunlar da sinə ucu üçündür. Sinə ucu kremi, sinə ucluqları öncədən almağınız həqiqətən də tövsiyə eləyirəm. Ətrafımda hamilə olan bütün qızlara da, rəfiqələrimə də onları məsləhət görürəm. Bu dolabı sifariş eləyəndə özümlə danışırdım ki, hansı sürməyə nəyi qoyacağım. Altdan birinci sürməyə burada belə çarşaflar var, dəsmallar var, alt açma örtüklər var. Hansı ki yuyula bilən. Digər sürmədə biraz qalın ədyalları, nazik ədyalları, müslim parçalar deyirlər, onlardan var. Analarımızın dediyi əskilər. Alt sürmədə isə hələ ki burada oyuncaqlarını qoymuşam. Əlavə qidaya keçid edəndə olan məhsulları qoymuşam. Xiaomi'dən 60 ya 70 manata bu otaq nəmləndiricisini də aldıq. Əslində bu dolabı 6 qapısının altısında şüşə edə bilərdim, amma mən istədim ki, qıraqlardakı qapılar belə görünməyən olsun ki, bura bəzi belə əşyaları rahatlıqla qoya bilim. Bunlar xonçaların məhsullarıdır. Xonçaları qoyanda bunlardan istifadə edəcəkdik. Baby Dream'in yaş salfetkaları endirimdə idi Rossmanndan, ona görə bu qədər çox almışdıq. Bu qutuları da Temudan sifariş eləmişdim. Həmçinin Elay yazılarını da Temudan sifariş eləmişdim. Bu digər qapaqlı dolabdır. Burada da stokladığım məhsullar, bəzək əşyaları, onları hələ ki düzəltmişdim, düzmüşdüm. Süd vermə yastığı. Əlavə olan, artıq olan hər şeyi bu qıraqdakı hissələrə qoymuşam. Qızımın aylıq çəkilişlərində də hər ay Temudan şar, dekor sifariş eləyirəm. Onlardan da artıq olanları indi elə buradakı bu hissəyə qoyuram. İndi isə keçdik orta hissəyə, qızımın paltarları olan hissəyə. Ümumilikdə paltarlar çox gözəl görsənə bilər, amma burada 1 yaş yarıma qədər paltarlar var. Hal-hazırda göstərdiyim hissə yeni doğulmuş hissəsidir, yəni 0-1 ay, 0-2 aya qədər. Ümumilikdə bu hissədə 3 ayına qədər ki paltarlar var. Paltarları da belə göstərirəm sizə. Bəlkə maraqlı olar. Hansınızsa bəyənsəz, deyərsiniz, deyərəm hardan almışıq. Əksəriyyəti Mazakiyadandır, Next'dəndir, Chico'dandır. İndi bu paltarlara baxıram. Bu videonu çəkəndə mən bunların heç birini geyindirməmişdim. Yəni qızım yox idi. İndi isə demək olar ki, hamısını geyinib bu göstərdiklərimin, hətta əyninə artıq dar olanlar var. Onu qeyd edeyim ki, bax burada indi bu göstərdiyim rozovlar, onlar zamokludur, zamoklu tulumlardır, başdan ayağa qədər. Ən rahatı onlardır. Onları demək olar ki, yuyub ən çox onları işlətmişəm. İkili dəstlər heç də rahat deyilmiş. Yaxşı ki, ikili dəstləri çox az almışıq. Burada isə xanımın ayaqqabıları var, hələ ki azdır. İkinci sürməyə isə belə palzunkaları yerləşdirmişəm. Biz palzunkaları da çox az istifadə elədik. Mənə rahat gəlmirdi. Bunlar isə bodylərdir, qısa qol bodylər. Bunlar çox istifadə olunur. Belə düyməli, uzun qollular mənim üçün rahat deyildi. Bunları istifadə eləmək sadəcə istifadə eləmək üçün istifadə elədim. Bu hissəyə də böyük ədyalını qoymuşam. Unicornlu ədyaldır. Keçək digər tərəfdəki dolaba. Burada isə yay, payız, növbəti qış üçün olan geyimlərini qoymuşam. Görürsünüz, orada ayracılar var. 3-6 ay. Burada da bir dənə taxta var. Bu taxtadan bu tərəfə 6-9 ay olan paltarlardır.
Yuxarıda isə 9, 12, 12, 18 belə olmalıdır. 12-18 aylıq paltarlar da buradadır. Mamam sevincindən demək olar ki, bəyəndiyi hər şeyi alıb, nəyi gözü görübsə, bəyənibsə, ölçüsünə uyğun olaraq ayını hesablayıb alıb. Bu hissədəki borulardan birini çıxardıb, qızım böyüdükcə böyük paltarlarını rahatlıqla asa bilər inşallah. Buradakı ilk sürməyə papaqlarını yığmışam. Hal-hazırda papaqları götürmüşəm. Biz demək olar ki, papaqdan heç istifadə eləmədik. Mən sadəcə çiməndən çimənə başına papaq qoyuram və çölə çıxırdı. Buradakı ikinci sürmədə isə burada da 0-3 aylıq uzun qol bodilər var və qalın papaqlar var. Üçüncü sürmədə isə yay üçün 3-6 aylıq tulumlar, bodilər, maykalar bunlar var. Həmçinin şortik lasinlər var. Bunlar isə 6-9 aylıq üçündür. Videomu bəyəndinizsə like etməyi, şərh yazmağı unutmayın. Növbəti videoda görüşənə qədər. Hələlik.